Hamıya salamlar. Bugün yeni oyuna start veririk. Adı Stray'dir. Pişiklər haqqındadır. Bundan qabaq biraz oynamışam. Gözsüz 30 dəqiqə göstərir. Amma heç nə yadımda deyil. Bundan qabaq da Allah bilir nə vaxt oynamışam. Ona görə yenidən başlayacağıq. Story isə heç yadımda deyil. 30 dəqiqə oynamışam da göyə. Hansı storydən danışmaq olar ki 30 dəqiqə ərzində. Nədir bu? Haradır bura? Aha. Yəqin ki belə qayıdacaq. Bizim personajımız da dayanacaq. Mən görə ekranı böyüdə bilirik. Grafika, полный экран, без границ. Расширение. Качество высоко. Aha. Biz nə deyək ki? Ekran. Belə eləsək bəs. Məsələn, допустим. Ay Allah, özü yığışırmış. Ekskluziv, bez qranis nətəlicələrdə qaytaraq. Okey. Q. Pişik ki pişik də. Yaxşı da durayaq da. Çox oynadız elə bir. Dur. Hamısını oynamaq lazımdır görəsən. Görürsən bu oynamaqların bir şey var. Nəsə bir sualı, cavabı, danışılması. Yəni nəsə demək istəyirlər bu oynamaqla. Bu deyəsən bizim sevgilimizdir. Amma eyni mehribanlığı o birilərlə də yaşayırdıq. Düşmək lazımdır burada. Neyləmək lazımdır? Yatmaq lazımdır. Mən bildiyim qədərlə oyunda pişik ya robota dönəcək, ya nəsə güllə ata biləcək, bəlkə səhv bilirəm. TikTokda, şeydə, Instagramda, yoxsa YouTube'da şeyləri görmüşdüm, shortslarını görmüşdüm. Bizim evdə Rıjik adlı pişik vardı, ona oxşur. Bunlar nə yeyirlər görürsən? Yeməyə heç nələri yoxdur. Nəylə qidalanırlar? Necə qəşəng gözləri var idi. Divarların daxilində. Missiyanın adı belədir. Missiya deyək, chapter, hissə. Olar biz oynayaq. Olar mən oynayayım. Kaçma neyle? Nədir? Left alt мяукнуть. Nə qəşəng. Belə başlayıram la yanıma çağırmaq da bu. Məsələn bura gəldim. Çağırdım. Oynayırlar orada. Sox-soxda oynamağın yeridir bura. Deməli space ilə tullanırıq. Space ilə tullanırıq, bəli. Dırnaqlarımızı itələyirik, yoxsa nə?
Hə, basıb saxlamaq lazımdır və belə eləmək lazımdır. Okey. Okey. Yaş da yaş. Nədə su içə bilirik burada. Heç yerdə heç nə yazılmayıb da, nə qədər su içməli, nə qədər... Ya sözü dayanacaq dolandan sonra. Bu arada arxamdakı pişiyə oxşuyur. Adı niyə Stray'dir görəsən? Oyunçunun adıdır, pişiyin adıdır Stray. Tullan görək. Horror oyunundan sonra bunu oynamaq adamı zövq verir, rahatçılıq verir. Bunların lideri falan olur görəsən. Görürsən bunlardan hansısa liderdir, hansısa yox. Mesela ağ qabaqda gedir də. Bu nədir? Space удерживаешь прыгнуть несколько раз. Aha. Birinci onda bura tullanaq. Və buradan da belə. ISO. Mənim yolumu niyə kəsirsən, niyə? Belə bir yarışdayıq. Bəs yorulurlar görəsən bu şeylər. Aha. Deməli nə? Asimetritsə məncə buradan eləmək lazımdır. Düzdür? Gəldik bura. Buradan belə baxırıq, hara getməliyik? Oraya getməliyik. Orada da elə bir nəsə dayanıb. Ha, yox. Daş dəmir imiş. Buradan belə. Buradan belə. Nəsə olacaq indi. Dəfələrlə real həyatda belə bir şey görmüşəm. Pişik qorxur tullanmağa ya da hiss eləyir ki, nəsə baş verə bilər. Düşün, kömək eləyin də. Ölməz deyə düşünürəm. Bu səsi mən çıxardıram görəsən. Yox, bu başqa pişiyin səsidir. Hə, yaralıyam. Ay Allah, ölərəm. Gəzə bilmirəm ona. A few moments later. İndi özünə gələcək. Daha yaxşı olacaq ən azından. Ya da kimsə gəlib bizi götürüb aparacaq. Yox. Nə bax, aha. Qapı açıldı, o qapını tapmaq lazımdır deyəsən. Bax, məsələn, pişik belə özünü yalaması ilə öz yaralarını sağaldır. Bilməm, bilirsiniz, yoxsa yox. Məsələn, insanın ən çirkli yeri ağzı olsa belə, həmçinin o tüpürcəyimiz, bizim tüpürcəyimiz yaraları da sağaldır. Məsələn, haranısa ağrıyırsa, yandırırsa, öz tüpürcəyinizi ora basa bilərsiniz. Qanıyırsa məsələn, qanı saxlamaq üçün tüpürcəkdən istifadə edə bilərsiniz. Aha, şəhərə gəldik ki.
Çin oxşur bura. Ölü şəhər. Mörtvi gorod. Neylə biz yaxınlaşırıq? Ha belə. Aha. Tullansan ora. Bura tullanma bilməz. Okey. Robot. Kamera. Bu oyunda pişik kimi fikirləşmək lazımdır. Aha, kameralar. Yəqin ki, bizə işin eləməzlər də. Buy. Robotdur ki bu. Bura tullana bilsənməz. Tullana bilirsən. Okey. Hara getməli? Yolumuz sanki ora oxşur. Aha. Ne yazılıb? Sanki biz üçün qoyublar o işarəni. Follow me. Ha, deyək pişik işarəsi qoyublar, follow me deyir. Follow me deyəndə hara follow? Ha, okey. Və kamerada sanki izləyir ki, biz düz gedirik, yoxsa yox. Yox, çıx ora. Və ora tullamaq lazımdır. Tullana bilsən ora? Yox. Hə, bir deyək ha. Aha. Okey. Aha, bunu nə üçünsə götürürük də biz. Elə belə götürməliyik deyə düşünürəm. Aa, deyirəm də. Ay sağ. Gözü tələsmə. Ne oldu ki? Bunların hamısını salmaq lazımdır. Yaxşı, hamısını salaq. Görək başımıza nə gəlir. Gedək onları da salaq. Buradan hara? Buradan oraya tullanamıyorsan ki. Niye tullanamıyorsan? Bir şeyse neyse. Oy. Aa. Onlar sadece test idi, ben bile başa düşürəm. Follow me. Burada yəqin ki budur, hə? Aysa. Kifayətdir. Eyni şeydir bu da. Yaxşı da, bəsdir. Aha. Bu su içirik də, sadəcə elə bir su ehtiyacımız yoxdur. Ya da heç yerdə göstərmir su ehtiyacımızı. Göstərsəydi. Aha. Aha. Ha, bizdən qorxdular. Deş ki dalıcı onu. Göy ara getdi. Buy. Help me. Biz də belə robotik bir şeyə dönməliyik əslində. Mən bildiyim qədərlə. Bizim pişik dostlarımız hardadır görəsən?
Cumacaqlar üstümüzə. Bunlar nədir vəbşə? Robotdur. Robota oxşamırlar. Aha. Что бежать? Alt. Hop. 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 Hop hop. Hop hop. Hep siz pişik tutmaq istəyirsiniz ay bala. Siz algoritmlə işləyən şeylər pişik necə tuta bilərsiniz? Tutduz, elə bir tutduz. Tutsan oxşuyursunuz. Sabah. Oldu. Nəzər alar. Görürsən bunlar nədirlər? Robotdular da bir mənalı. Yəni bu heyvan deyil bunlar. Qaşınmağın yeridir. Miau kunucu. Aha. Aa. Miaunu basanda yol göstərir bizə. Hə? Aha, aşağı göstərir yolu. Düz başa düşürəm? Yox. İndi hara? Aha. Okey. Tula. Aysu. Görəm kimdə o bizi belə çağırır. Və hara çağırır. Əsas məsələ. Open world olmayan oyunların bir şey yaxşıdır ki, yol bir dənə olur, istiqamət bir dənə olur. Bir də əziyyət çəkmirsən də, 300 dənə yolla gedirsən, bilmirsən hara getməlisən. Uy. Aa. Qəşəng fikirləşiblər, yanı basırsan. Sənə istiqamət verir. Hə, bildim başa düşdüm. Bunu yəqin ki biz nətəsə itələməliyik. Ya da içinə girməliyik belə. Belə itələməliyik. Hələ ki bir dənə şeyin hissəsini açmayıblar bizə. Story hissəsini açmayıblar. Bəlli deyil. Öz pişik dostlarımızdan itmişik. Kimsə bizi harasa dəvət eləyir, biz də gedirik. Biz üçün yol çizilmir. Hə, bura deyil. Yaxşı qutardı. Necə bədbaxt pişikdir bu. Yəqin ki yol buradır da, çox güman ki. Aha. Buradan tullanmadım mən bayaq. Ora tullanmaq istəmir. Bəs hara getmək istəyirsən? Yolumuz haradır? Bildim də oradır yol, görürəm oradır. Bəs ora necə tullanım? Biz hardan gəldik? Biz buradan gəldik. Hə, bəlkə buradır. Aha. Okey. Bu da belə. Belə. Okey, bilirəm. Bilirəm ki, ora getməliyik.
Neydi o, yandı? Aha. Aha. Ora nəsə atmalıyıq biz sanki. Düzdür? Ha, çıxartdım, söndü özü. Okey. Görevi birbaşa belə tullanabilirsən də. Yox, əla. Ev. Kvartira. Kimin evidir ki bu? Bayaqki evə oxşur. Bilməm, bunu niyə eləyirəm? Нужна помощь. Kömək lazımdır. Nə kömək? Biz də yazaq da ora. Olur ki. Olar mən yazım. Для скачивания требуется помощь. Требуется тело, daha doğrusu. Yüklənmək üçün bədən lazımdır deyir. Ayda, nəsə onda, nəsə bizi bio deməli, cyber daha doğrusu bir şey eləyəcəklər bizi. Qapıdan deyir içəri girin. Girdik qapıdan içəri. Harada yazmalı? Abi de QQ. Ay sağ ol. Ne eləməliyəm? Burada heç nə yoxdur. Bəs burada? Qoy. Aha, bunu sal. Aha. Okey. Aha. Yuxarıdakini də söndürmək lazımdır yəqin ki, hə? Q. Space. Q. Və bu. Q. Q. Və indi. Bəs indi. Aha. Bu qayıdır yerinə. Tamam ki. Deməli biz 3 dənə şey çıxartdıq. Peki bura taxmaq lazımdır onları. Ola bilər elə bir şey. Olar, götürəsən və taxasan. Çox sağ ol. Onda 4 dənə lazımdır. Və 4-cü hardadır görəsən? Haydi. Ay pişik. Kompüter yandardasa. Bir dənə qaldı. Aha, tərpənir. Gördüm, gördüm. Gördüm, gördüm. Aha. Deməli, deyir, bədən lazımdır. Bədəndə pişik bədəndir, mən belə başa düşürəm. Elə bildim, fak barmağını göstərir. Ne yazılıb? Bilmədim, nə yazılıb. So, bundan sonra. Hə,
Getdi day. Q. Aha. Q. Yeneməli. Başına taxmalıyıq belə. Yoxsa yenemə. Bu nədir başı götürük biz? Batareyadır. Nə oxşur bu? Harası taxmaq lazımdır. Ona elə belədən belə olmayacaq ki o. Düzdür. Onun harası taxmaq lazımdır bunu. Bəs hara? Peki burada harasa? Ola bilər elə bir şey. Hə yox, işarə buradır. Bu qapını açmaq lazımdır. Qapını nə ilə açaq bəs? Yoxsa yox. Aha, nəsə var idi orada. A, space. Kullanmaq. Bax biz bu nə deyə ayağımızın altına ilişib. Biz buradan bir şey götürdük. O da budur. Bunu harası qoymalıyıq ya taxmalıyıq. Ya oyunda inan bu başqa bir şeylərimiz. Aha. Uploading. Yüklənir. İndi o da bizlə birləşəcək, olacaq bio pişik. Robot. Aha. B12. Alındı. Mən azadam. Çox sağ ol. Mən öz kameralarıma inanmadım. Gözlərim əvəzinə kameradır. Pişik ölü şəhərdə. Mən xatırlamıram adım nədir. Deyəsən mənim yaddaşım pozulub. Mən çox uzun müddət setdə bağlı qalmışam. Mən yadımdadır ki, mən bir alimlə işləyirdim. Alimə kömək edirdim. Hansı ki burada yaşayırdı. Hələ ki mənə B12 deyə bilərsən. Mənim korpusumda belə yazılıb. Ölü şəhərdə təhlükəlidir. Desə sən bilirsən nə edirsən. Gedək buradan. Dalımca düş. Bu açar, qapıları açır. Yox, qapını açır. Bu yadımdadır mənim. Aha. İndi kömək edərəm. Həla. Bateriya qurtarır. Gedək buradan. Gedək. Sən bunu taxmalı olacaqsan. Nədir ki? Boy. Nə oldu? Yatacaq yenə? Niyə belə yerir?
Bu deyir rüqzak, bel çantası sənin kimi balaca pişiklər üçündür. Balaca heyvanlar üçün. Uyğun deyil. Narahatdır. Narahat olma, öyrəşərsən. Mən açarı şey elədim, kopyasını çıxartdım və rüqzakın içinə qoydum. Çantanın içinə qoydum. Aha, inventar. Açar. Tab. Çox sadə, çox asan. Aha. Əgər deyir hansısa predmet, hansısa əşya sənə maraqlı olsa mənə göstər və ya mənim kimi digərlərinə göstərə bilərsən. İndisi gedək buradan. Üzüm köməkçimiz oldu. Mən elə bildim birləşəcəyik. Hansısa mənimlə birləşdik də. Ha, fənərimiz də var. Fənərimiz budur. Mən kodu bilməm axı. 111. Kod nədir bəs? Boş iş mənim. Kod nədir bəs? Kodu bilsən ki. Hardasa buralarda yazılmalıdır herhalde kod. Kodu var hardasa kod. Использует цифровой код. Bilmem axı kodu. Sen bilsən 222. Fener neydi? T. Fener ne tər qoşurdun? Oy, bu idi, geri qayıtdı. V, M, N, B, X, C, Z, E. T, B, E. Aha. ...37, 48. Ha, kod. Okey. Ne geç çaktım ben. 37, 48. Burada nasıl çıxış var? Yoxdur. Gözlə. Yaxşı. Sonra baxarıq ona. 37 48. Wow deyir, bura haradır? Uzaqda deyir, lift var, o vacibdir. Mən bilirəm ki, biz yuxarı qalxmalıyıq. Yuxarı qalxmalıyıq dedikdə hara nəzərdə tutursan? Burada məsələn sürüşə bilirik. Mən də təklif edirdim, amma aşağı düşək buradan belə. Yuxarı yəqin ki, oralara deyir. Və o lifti nəzərdə tutur. Belə başa düşürəm, nəsə apokalipsis olub, robotlar buranı ələ alıblar. Bu da ilk robotlardan da insanlara kömək edən. Yəqin ki, elə olar. Aha. Paqaci, я помню outside. Gözlə mən outside'ı xatırlayıram. Elə bir təəssüratım var ki, mən burada olmuşam. Sən hardan gəlmişsən? Aha, sən oradan gəlmişsən. Mən kiməsə söz vermişdim, ora gedəcəm, amma kimə? Bu şəkil oradan çəkilibdir. Gəl onu götürək. Bu yaddaş məndən hardandır? Yadigarlar, düşüncələr, fikirlər hardandır məndən? Onlar necə bura düşüblər? Gedək dальше. Восстановлено. Tabı basırdıq, deməli. Tab. Outside. Мы снова увидим небо. Обещаю. Окей.
Tamam tamam. Ha okey. Elə воспоминание oldu. Bunlar həmin robotlar idi bə, balacalar. İtə oxşuyurlar özləri. Yəni, daha doğrusu it kimi aparırlar özlərini. İtə oxşuyurlar, belə pis mənada yox da ki, it günündədir, pis gündədirlər. O mənada ki... Ha, orada nəsə var. Robot var orada. Duruşovu, xarabalıqlar. Bu robot bizə nəsə eləyəcək? Nəsə eləyən oxşuyur elə bir, hə? Yoxsa bizdən qorxur? Bizdən qorxur, hələ bir kömək də çağırır. Oy. Aa, bunlar hamısı bizdən qorxurlar. Canlı heyvan görəndə belə qorxurlar. Burada bağlıdır. Az qalmışdı, girmişdim ona. Bu niyə belə qorxurlar görəsən? İndi bunu təkbədəyə dalaşacağıq biz. Tanış olmaq. Ötər. Deyəsən onların öz dili var. Sən Zurg deyilsən. Biz sizin kimilərlə tanış deyilik. Bizim şəhərə xoş gəlmişsən. Amma xahiş eləmiş kimi yemə. Pişik heç kimi. Hamıya xəbər elədi ki, mən şeyəm, cəmaatı öldürəm, yeməyəcəm də, yəni normal adamım, normal pişiyəm. Sən itimsən, sənə nəsə lazımdır? Mənə bu lazımdır. Outside'ın şəkili. Kakayan. Lift işləmir. Hamı bilir ki, buradan getmək mümkünsüzdür. Çünki bir dənə outside qıraq insanlardan başqa. Amma onlar da qalmayıblar. Momo'dan başqa. Momo ilə danışmağa cəhd elə. O çoxdan bütün əlini üzüb də buradan çıxıb getməyə. O deyir, o binada yaşayır. Aranjı vərəkdə, neon vıviska ilə. Okey. Gedək ondan da danışaq və yavaş-yavaş gün açdım. Danışmaq bir, чтобы попросить битунать. Aha. Utanma mənə istənilən vaxtda çağırmağa. Mən həmişə şadam kömək eləmir. Xarinsə dedi ki, Momo ilə danışaq. O deyir, o böyük binada yaşayır. O bizim yeganə çıxış yolumuzdur hələ ki. Okey. Bildim, valla çağırmamışdım. Özün gəldin. İstəmirəm, fənəri də söndür, qayıt dala zəhmət olmasa. Ora necə çıxa bilərik?
Uy. Aha, deyir, mən deyir, diqqətli olmalıyım, birində tutalmaq istəmirəm. Bunlar kimdilər? Bunlar insanlaşmış robotlardır, hə? İnsanlar o dərəcə çatdılar ki, robotlarla eyni araya gəldilər və cyber oldular. Belə başa düşürəm ancaq. Hə, deməli biz getməliyik Momo'nun yanına. Momo harda qalırdı? Bura getməliyik, amma biraz bunları da mane olmaq istəyirəm ya, açığı. Yaxşı. Ha? O nə idi? A, 12. Bizdə isə B12-dir. Çox güman ki, oraya getməliyik də, hə? Salam, mən gəldim. Bizim evimizdir bu, görəsən. Ablanın ev şəkillərinə bax. Oy, keçmək olmur ki. A, buradan yol olur. Tamam. Bildim, çok sağ ol. Okey. Aha, qəribə kitabda üstündə simvollarla. Ki Clementine adında bir adama məxsusdur. Bir də onlar oxuyaq oranı. Necə oxuyaq yuxarını? Aha. Biz də yuxarı Urvi ilə əlaqəyə girə bildik. Onlar Midtown adlı bir yerdədirlər. Aha, deyir o həmin yer hansısa hakimiyyətin əlinin altındadır. Mən deyir bundan əvvəl Momo ilə danışırdım. Onun gözləri mən bilirəm ki, o bizlə gəlməyəcək. Bilməm bu nə deməkdir. Deyir bu da bizə lazım olacaq. Momonu tapmaq lazımdır. Gedib tapaq da Momonu. Momo. Niye onu bu yerdə qalır? Hə, deyir, hə, oraya getmək lazımdır. Okey, okey. Ayda, yo. Çıx ora. Ora çıx. Ay, pişik. Gözə qulaq as da. Dəcəli eləmə. Deba ora qalxmaq lazımdır. Ora necə qalxaq? Buradan bir dənə belə. Yox. Aha. Aha. Yəqin ki, elə buradan içəri gəlir. Bu da Momo'dur, hə? Momo salam, qoca kişidir bu. Ən azı geyimi qoca kişi geyimidir. Axır ki, insan şəkli gördük. Solda insan şəkli var, bax. Televizorda da baxırlar bu robotlar. Kədərlənib ona bax. Momo, nə olub sən? Bispolezna. Mənasızdır. Mən niyə onları buraxdım? İndi mən yalnızam. Ey sən. Nə istəyirsən? Bu outside'a mı? Ora getmək istəyirsən? Outside'a getməksən? Yoxlama. Boş vaxt etkisidir. O deyir sənə o qədər tənhalıq və
mənasız vaxt itkisi gətirəcək. Mənim dostlarım da bu haqda düşünürdülər. İndi onlar itiblər və mən tək qalmışam. Və mən bilməm onlar hardadılar. Mən onlarla əlaqə saxlamağa çalışdım. Amma deyir bu aparat işləmir. Biz dostlarımızdan outside haqqında məlumatları qeyd edirdik. Əgər mənim məlumatlarımı götürmək istəsən, buyur götür. İndi sən özün təksən, yalnızsan. Mən outside-dan işlərimi bitirmişəm, oğullar. Momo deyir, çox tənha görünür və dostları üçün darıxır. Gəl deyir, verdiyi kitaba baxaq. Aha. Biz deyir, manifest outsiderıq. Outsiderlərin manifesti. Biz outside'a getməliyik, hər nəyin bahasına olmağından asılı olmayaraq. Biz öz qardaş bacılarımızı qorumalıyıq. Zurklardan uzaq durmalıyıq. İmza: Clementina, Baltazar, Doc və Momo. Momo adı sonradan əlavə olunur. Məncə biz digər yazılarda, kitablarda, məlumatlarda əldə eləməliyik, tapmalıyıq. Aha. Deməli, şəhər silindrik formadadır, 450 metr. Bizim üzərimizdə bir dənə də Urvin var və onun patoloqu var. Aha, və o patoloqun yuxarısında bildiyimiz göy, mavi səma var. Deməli, biz yerin altındayıq və üst-üstə şəhər tikiblər. Mən belə başa düşürəm, bu nədir belə? Bu necə çıxardaq? Hey! Nə olar? Neyse o. Pişik ki pişik də. Əlim escape öyrəşib. Burada nə yazılıb? Back home. Mən evə geri qaydırıq. Mən bu oyunu xatırlayıram. Mən yaranmışdan sonra... Hə, yox, əvvəl bu oyunu yaradıblar. Yaxşı xatırlamıram. Biz alimlərdən bu oyuna çox oynuyorduk. Kifayət qədər maraqlı idi. Mən bu şey üçün darıxıram. Niyə mən bunu xatırlaya bilmirəm? Aha. Momo. Divarda olan bu simbol kitabda olan simvoldan üst-üstə düşür. Hansı simbol? Hə, okey. Bəs biz oraya getdik də. Aha. Biz deyir burada artıq olmuşuq, amma yenə də gedib yoxlamaq lazımdır ki, görək bəlkə nə isə unutmuşuq. Tamam, yaxşı gedək ora, onunla da bitirək. Deməli, anladığım qədərilə hal-hazırda biz yerin altındayıq və bu yerin altında şəhər var. Şəhərdə bu robotlar yaşayır və bizim məqsədimiz bu yerin altından üzü yuxarı getməkdir. Şəhər silindrik, üzü yuxarı belə şeydir. Şəhərdir, 450 metrdir cəmi hündürlüyü. Nəsə bıraxmışıq buralarda. Yoxdur işte. Burada da heç nə yoxdur. Burada olduqda biz şeyləri götürdük, zapiskaları götürdük, oxuduq hətta onları. Yəni biraz çaşıb birinci gəldik biz. Elə bilirdim Momo'dur, nəydi? Momo'ydu da, səmərəmsə adı bax odur.
Ay kişi. Momo'nun kitabı. Okey, bunu da gördük. Bəs bu? Bunu axtarırdıq da biz. Clementina aiddir. Bunu da bayaqlar oxuduq sizdən. Demək ki, biz digərlərinin də evini tapmalıyıq hər halda. Mən belə başa düşürəm. Düzmü anlayıram? Yaxşı, gəl buradan çıxaq. Yox. Çox da anlaya bilmirəm. Nə axtarırıq biz? Burada Clementina aid olan yazıları tapdıq da biz. Başqa kimə aid nəsə tapmalıyıq ki biz burada? Knopkaları basa bilmirik heç. Yaxşı, bir dənə buradan çıxaq, biraz fırlanaq şəhəri. Aha. Məncə burada yekunlaşdırmaq lazımdır. Deyəsən bu bədbaxt da yuxarı qalxmaq istedi. Bəli, xatırlayıram. Yuxarıda, zibillərdən yuxarıda deməli Midtown var. Hətta ağır vəziyyətlərdə belə insanlar özləri sosial klasslara bölə bilmirdilər. Bölməkdən imtina eləmirdilər. Həmin dövrdə Truşobun, yəni xarabalıqların xarabalıq şəhərində yaşayan insanlar hər şeyə hazır idilər ki, yuxarı qalxsınlar. Çox güman ki, robotlar həmin hərəkəti kopya ediblər. Yekunlaşaq da deyirəm hər dəfə, amma o qədər oyun davam etmək istəyirəm ki, oynamağa. Yekunlaşdıra bilmirəm. Çox maraqlı oyundur. Ən azı mənə çox maraqlı gəlir. Aha, düşünürəm ki, Midtown'da yaşayanlar yuxarı mərtəbələrdə yaşayanlardılar. Biz deyir aşağı xarabalıqlarda heç nə tapa bilməyəcəyik. Yaxşı, gedə bir Midtown'dan bir nəfər tapaq. Görək başımıza nə gəlir. Ayda bax. Pişik, öz başınalıq eləmə. Aha, salam. Nətər? Bu deyir, kruqlara baxmaq adama həzz verir. Mən deyinə şey eləmək istəyirəm, əsil şey görmək istəyirəm, həyəti əsil. Nə vaxtsa deyir, əsil səmaya baxmaq istəyirəm. Bunlar işi hələ də bitirməyiblər, ayən sərdəndir. Bu nədir, yatmaq üçündür bu? Ay, yatmadan olar. Yatarsansa oyunu bitirəcəm. Hə, elə bildim. Vaxt gedəcək tez şəkildə. Haba orada olmamışıq deyəsən, getməliyik ora məncə. Düzdürmü? Burada olmamışıq. Aha. Bu nə belə pult. Dış.
Maraqlı bir şey göstərmədilər televiziyadan. Bura getmək lazımdır. Ay, sağ ol. Privisti. Tərcümə elə. Hey dog. Mən seyfindən haçar tapmışam. Onlardan... Aha. Hasta olmaq lazımdır. Seyfi kitabların arasında gizlətmək yaxşı ideya deyir. Jess. Kitabxanaçı Jess. Həmişə bu arada siz nə anlamırdım. Mən universitetə qəbul olanda orada kitabxanaçı şey var idi. Qəbul olmaq üçün sənəti var idi. Kitabxanaçı istənilən adam ola bilməz ki. Yəni kitabxanaçı olmaq nə qədər çətin bir şeydir. Как разделить искусственный интеллект, чтобы стать таким же креативным, как настоящий человек? Как развить? İskусственный AI necə inkişaf elətdirmək lazımdır ki, insan kimi kreativ olsun? İnsanın ruhu var, insan kimi kreativ ola bilməz AI. Kreativ ola bilər, bəlkə də. Aha. Bu ayda uzanmaq üçün gəldim bura bala. Tamam, məncə elə bu notda bitirək. Özünüzə yaxşı baxın. Çox sağ olun izlədiyiniz üçün. Hələlik.